Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bilirsiniz dostlar, bu gündəmi zəbt edən fikir verirsiniz də bu Toliklə bağlı türmədəkilərin, yəni qardaşların, dostların, əziz insanların, orada düz insanlar var. Onların ailələrini təhqir edib. Həqiqətən də edibdir, mən baxmışam. Yəni bunu kimsə dana bilməz, gərək etməyəydi. Məsələ burada bilirsiniz nə dostlar? Bu təkcə Tolik məsələsi deyil bu. Yəni hakimiyyət, Əliyev rejimi konkret bizi təhqir edir. Yəni millətin kişilərini təhqir edirlər. Fikir verirsiniz, biri çıxır şəhidi təhqir edir, biri çıxır bayrağı şeyinə sürtür, biri çıxır nədir bu yaxınlarda biri çıxmışdı üzdən İraq. Deyirdi Gəncədə kişi yoxdur. Biri çıxır deyir Azərbaycanda bir dənə kişi varsa o da İlham Əliyevdir. Yəni bax belə biabırçı bir duruma gəlmişik. Biri çıxıb deyir ki, nədir, mən vətənim üçün əlimə silah alıb döyüşməyə hazıram, getmək istəyirəm. Bunların hamısını eləyən adamlar, dostlar, diqqət edirsiniz, bu neçə vaxtda bu gedən prosesə. Hamısı üzdən İraq, əxlaqsız, ikiyüzlü yaramaz, namussuz adamlardır. Və bunu da Azərbaycanın kişilərinə qarşı, ləyaqətli oğullarına qarşı bunu eləyən İlham Əliyev rejimidir. Və dostlar, özünə kişi deyənlər də, ləyaqətli oğullar deyənlər də bu alçaqlığın qabağında susublar. Deyirsən ki, bax belə də vəziyyət budur. Deyir ki, yox deyir, mən siyasətə qarışmıram deyir. Qardaş, sən siyasətə qarışmırsansa, siyasət sənə niyə qarışır bəs? Sən qarışmırsansa siyasətə, o sənə qarışır axı. Məntiqlə, sən normal, yəni məntiqli, belə deyək də, ləyaqətli bir kişisənsə, bunların sənə qarşı elədiyi bu alçaqlığı görür, oturub düşünməlisən, qanmalısan, başa düşməlisən ki, qardaş, bu nə deməkdir belə? Biri çıxır deyir Azərbaycanda bir dənə kişi var, o da İlham Əliyevdir. Biri çıxır türmədəkilərin, həbsdəkilərin sözünü deyən qardaşların ailələrini təhqir edir. Biri çıxır Gəncədə kişi yoxdur. Yəni bunu Azərbaycanın özünə kişi deyənlər oturub hesablamır, görmürlər yəni vəziyyətlə yerdədir. Yəni bu Əliyev rejimi nə demək istəyir sizə? Bax kişilərimizə sual edirəm, Əliyev rejimi bizə nə demək istəyir? Nə deyir? Bax, mən bunun savaşını aparıram. Bax, ona görə də efirlərdə dostlar, mən bu kəlmələri tez-tez deyirəm ki, Azərbaycanın kişisi, yəni biz özümüzə hörmət eləməliyik, ləyaqətimiz olmalıdır, şəxsiyyətimiz olmalıdır, düzdürmü? Mən bunu deyirəm, deyəcəm də, qardaş, mənim haqqımdır. İlham Əliyev bizə söyür. İlham Əliyev Azərbaycanın ləyaqətli kişilərinə söyür, təhqir eləyir. Bunu düzgün, başı işləyən adam yaxşı başa düşür, qanır ki, İlham Əliyev rejimi nə deyir bunlara? Olmaz qardaş, siyasətə qarışmaq da lazımdır, o tərəfə də keçmək lazımdır. Qaldı ki, Azərbaycanda siyasət yoxdur ki. Azərbaycanda düşmən var, xain var. Konkret üzdən İraqların vasitəsilə görürsünüz sizə nələr eləyirlər. Görün bizə nələr eləyirlər. Baxın, diqqət edin, Elgün İbrahimovu öldürdülər, qanını batırdılar. Üstündən də bir dənə üzdən İrağı çıxartdılar, efirə dedilər ki, Gəncədə kişi yoxdur. Fikir verdiniz? Bunlar hamısı dostlar, Əliyev, bu terrorçu Əliyev rejiminin, sisteminin oyunlarıdır bizə qarşı, alçaqlıqlardır. Bunlara qarşı mübarizə aparmaq lazımdır. Siz nə qədər mübarizə aparmayasınız, Əliyev rejimi belə sizi alçaldacaq, sizi yerdən yerə vuracaq. Özünə kişi deyənləri, vallah billah. Bu təkcə üzdən İraqların vasitəsilə bizə qarşı alçaqlıq edirlər. Bundan o tərəfə rəzalət ola bilər. Məndən bu qədər, sağ olun dostlar. Allah amanında qalın.